Gəlin 8-ci sinifdən Unit 1-in tapşırıqlarına, sözlərinə, bəzi mətnlərinə baxaq. Deməli, bölməmizin adı nədir? Free time fun, yəni boş zaman əyləncəsi, boş vaxt əyləncəsi mənasındadır. Focus on the topic, mövzuya fikrini cəmlə. Baxın, burada focus on fikrini cəmləmək deməkdir. Bunun sinonimi concentrate on. Concentrate on deməkdir. Bunu əzbərləyib yadda saxlayırsınız. Baxın, bu cümlələri tərcümə edək. Why do people enjoy these activities? İnsanlar niyə bu fəaliyyətlərdən zövq alırlar? Which activity do you like doing in your free time? Boş vaxtında deyir, hansı fəaliyyətlərlə məşğul olmaq xoşlayırsan? Why? Niyə? İndi burada fikir veririk nəyə? Like-dan sonra gələn feil ing qəbul edibdir. Ing də qəbul edə bilər, to do da deyə bilərik. İkisi də doğrudur. Free time boş vaxt, asudə vaxt deməkdir. Sinonimləri spare time, leisure time. Deməli, burada nəyi təkrarladıq? Focus onun sinonimi concentrate on. Sonra free time'in sinonimləri leisure time, spare time. Sonra activities burada fəaliyyət deməkdir. Enjoy zövq almaq deməkdir. Like özünə sonra gələn feil ing ilə qəbul etdi. To ilə də qəbul edə bilər. Daha sonra topic mövzu deməkdir. Fun əyləncə deməkdir. Sinonimləri amusement, entertainment yazağın. Amusement əyləncə, fun əyləncə, entertainment. Bir də enjoyment də deyə bilərik. Dəftərlərinizə qeyd edirsiniz uşaqlar. Gəlin bu hissədə birinci vokabüllərimizə baxaq. Deməli, birinci baxaraq bu bölməyə aid olan əsas sözlərimizə. Deməli, birinci sözümüz be keen on. Be keen on doing something veriblər. Bu nə deməkdir uşaqlar, doing? Yəni ki, keen ondan sonra istənilən bir feil gəlsə, biz onun sonuna ing şəkildə əlavə eləməliyik. Məsəl üçün, deyirəm ki, I am keen on reading a book. Keen ondan sonra görürüz reading dedim. Niyə? Burada on söz önüdür. Söz önündən sonra feil ing şəkildə qəbul eləyər və biz ona deyirik gerund. Baxın, cümləni yazdım. Mən kitab oxumağa həvəsliyəm. Kitab oxumaqdan ötürü çox sevirəm. Belə deyək, keen on ürəyim gedir. İstəyi olmaq, arzusu olmaq, keen on, yəni bir şey həddindən çox istəmək deməkdir. İndi baxın, ondan sonra feilim, read feilim ing şəkildə qəbul etdi və biz bu ing-yə söz önündən sonra gəldiyi üçün gerund deyirik. Davam edirik və phrasal verbdir, keen on. Baxırıq A bəndi yoxsa B bəndi onun definitionuna uyğundurmu? If you are keen on doing something, you don't want to do it anymore. Deyir, əgər sən bir şeyə həvəslisənsə, bu deməkdir ki, you don't want, sən onu artıq istəmirsən. Anymore, daha don't want, istəmirsən. Əksinə, keen on istəməkdir. A bəndinə çıxdıq. Baxırıq B bəndinə. If you are keen on doing something, you want to do it very much. Əgər deyirsən bir şeyə həvəslisənsə, sən onu etməyi çox istəyirsən. Cavab oldu bir də B bəndi. Deməli, jewelry olur, deməli, lal cəvahirat və yaxud da deyə bilərik zərgərlik məmulatları. Baxaq, objects such as rings and necklaces that people wear as decoration. Deyir ki, ring nədir? Üzük və yaxud da necklace boyunbağı. Üzük və boyunbağı kimi, such as kimi, object əşyalardır. That hansı ki, adamlar decoration, bəzək, as kimi wear eləyirlər, geyinirlər. Baxın, bütün sözlərə baxdım, tərcümə elədim. Deməli, üzüklər və yaxud da necklace boyunbağlardır. That hansı ki, insanlar wear, onu as decoration, bəzək kimi geyinirlər. Elə cavab A bəndidir. Deməli, oldu A. 3-ə baxırıq. Juggle, hokkabazlıq etməkdir və yaxud da jonglerlik etməkdə deyirik biz buna. Deməli, bu nə deməkdir? Və yaxud da fokus göstərmək. O əlimizdə topların ki, eyni anda belə bir şey var. Topları atır, tutur. Həmin odur bu. Keep throwing a ball against the wall and catching it very quickly. Və burada deyir ki, topu divara atmaq. Divara atmırsan.
Ona görə bunu çıxdım. B bəndində deyir, amma keep 3 or more objects moving in the air by throwing and catching them very quickly. Deyir ki, 2 və daha artıq obyekti havada ataraq, throwing, ataraq hərəkət elətdirmək və onları very quickly, çox cəld şəkildə catching, tutmaq. Buna biz juggle deyirik. Elə cavab burada olur B bəndi. 4-ə baxırıq. Go surfing. Bu sörf etmək deməkdir. Sörf etmək nədir? Dalğalarda biz sörf eləyirik dalğanın üzərində. Baxın, hər iki sözdə hamısı definition A-da da B-də də eynidir. Tək fərq oradadır ki, burada wavesdir. Burada road yoldur. Burada deyir ki, dalğanın üzərində sürmək. Burada deyir ki, yolda sürmək. Belə deyək də. Amma biz sörf eləyəndə dalğaların üzərində, dənizdə sürürük. Ona görə A bəndidir. Burada bir şey deyim sizə. Baxın, take part-in var. Take part-in iştirak etmək deməkdir. Take part-inin sinonimlərini qeyd etdim. Participate in something, be involved in something. Bunların hər üçü bir-birinə sinonimdir. Yadda saxlayın. Sonra baxırıq, follow safety rules. Təhlükəsizlik qaydalarına əməl etmək. A bəndinə baxırıq. If you follow safety rules, you will be safe in any situations. Əgər sən təhlükəsizlik qaydalarına əməl edəsən, sən istənilən situasiyada will be safe, təhlükəsiz olacaqsan. B bəndində deyir ki, if you follow safety rules, you will be in danger. In danger təhlükədə deməkdir. Deyir, əgər sən təhlükəsizlik qaydalarına əməl edəsən, will be in danger, təhlükədə olacaqsan. Bu yanlışdır. A bəndi olur. Deməli, burada in danger təhlükədə deməkdir. Onu qeyd edirsiniz lüğətinizə. In danger, təhlükədə. Sonra baxırıq nəyə? Burada bir dənə bir şeyə fikir verin. If-in uzlaşması var uşaqlar. Baxın, if-dən sonra biz demişik ki, ən çox işlənən uzlaşmasıdır bu if-in. Deməli, if özündən sonra tələb edir sadə zaman. Bax, you mübtədamızdır elə. Follow, indiki sadə zamanında you follow. I follow, you follow, he, she, it follows. We follow, you follow, they follow. Bu indiki sadə zaman. İkinci tərəfdə nə gəlib? You mübtədam, will be mənim xəbərim. Anladıq mı? Deməli, onda necə olubdur? Birinci tərəf if-dən sonra present simple, ikinci tərəfdə future simple. Düsturumuz burada tətbiq edilibdir. Deməli, dive burada nədir? Dive burada bizə feil kimi veribdir. Suya baş vurmaq deməkdir. Yəni, dalğıçılıq etmək. Bir də var diving, bunun isim forması. Bu divingin mənası isə dalğıcılıq deməkdir. Dive nə deməkdir? Suya baş vurursan, dive into sözünündən işlənə bilər. Dive into the water, məsəl üçün suya baş vurmaq. Bunu yadda saxlayırıq. Baxırıq, jump into water with your head and arms going in first. Elə budur. Deyir ki, bax, dive into water və yaxud da jump into water sinonim kimi götürə bilərik. Suyun içərisinə baş vurursan with your head. Başın ilə. Başın ilə və əllərin birinci gedərək, yəni in first, belə deyək də. Yəni, birinci əllərinlə və başın ilə suya baş vurmaq, suya tullanmaq. Buna diving deyil, dalğıcılıq deyirlər. Amma B bəndində deyir ki, stay under water for a long time. Uzun müddət suyun altında qalmaq. Bu deyil. Deməli, 6 oldu A bəndi. Dive, suya baş vurmaq, dalğıcılıq etmək. Feed yedizdirmək, bəsləmək deməkdir. Bu söz 4-cü sinifdə vardı. Məsəl üçün, feed the cats. Məsəl üçün, pişikləri yedizdirmək. Bir də feed, belə yadda saxlaya bilərik. Feed somebody. Məsəl üçün, bunu biz götürə bilərik. Advise, məsləhət vermək. Məsləhət vermək kiməsə. Məsəl üçün, deyirəm ki, don't feed me. Don't feed me nə ola bilər? Yəni, mənə məsləhət vermə. Və yaxud da, don't advise me. Mənə məsləhət vermə mənasında istifadə edə bilərik. Eyni zamanda feed-i yedizdirmək mənasında deyə bilərik. Don't feed me, məni yedizdirmə. Belə də deyə bilərsiniz. Prosto ki, yəni burada feed-i biz məsləhət vermək mənasında istifadə edə bilərsiniz. Baxırıq, prepare food for a person or animal. Deyir ki, bir şəxs və yaxud da heyvan üçün prepare, qidanı hazırlamaq, bu deyil. Give food to a person or animal. Heyvana və yaxud da insana qida vermək, yemək vermək, budur cavab. Deməli, give food, feed-lə sinonimdir. Qida vermək, yemək vermək. 7 oldu B bəndi. 8-ə baxıram. Roller coaster. Roller coaster ilə roller coaster deməkdir və yaxud da atraksiyon mənasında istifadə edə bilərik. Deməli, baxalım.
A railway in an amusement park that goes up and down the facts and that people ride on for pleasure or excitement. Deyir ki, əyləncə parkında olan railway, dəmir yolu, deməli, amusement parkda biri olan railway, dəmir yoludur, hansı ki, aşağı və yuxarı gedir, sürətli bir şəkildə, baxın, fast, sürətli bir şəkildə aşağı və yuxarı gedir və burada hansı ki, insanlar da bir excitement, həyəcan və məmnunluq üçün onun üzərində ride, sürürlər. Bir bəndədir. A house in an amusement park. Əyləncə parkındakı bir evdir. Haradakı sən çoxlu oyuncaqları can find tapa bilərsən. Təbii ki, B bəndi yanlışdır. Cavab elə A bəndidir. Roller coaster elə bilin ki, nədir? Bir atraksiyondur. Yəni bizim o, necə deyim, mindiyimiz atraksiyonun bir növüdür. Hansı ki, biz əyləncə üçün ona minirik və o da railway-də, dəmir yolunun üstündə reyslər olur da. Reyslərin üzərində hərəkət edir sürətli bir şəkildə aşağı və yuxarıya. İndi gəlin baxağın, yaddan salağın ki, biz burada sizə nələr öyrətdim. Baxın, in deyincə öyrətdim, təhlükədə, in deyincə. Sonra jump into water, dive into water. Burada dedim ki, dive into söz önündən işlənə bilər. Feeddən öyrətdim ki, feedin bir mənası da feed somebody, kiməsə məsləhət vermək, advice-dən sinonimdir. Özdə bunu qatmayın. Advice olanda məsləhət deməkdir, sayılmayan isimdir. Bu isimdir, C olanda. Amma S olanda feildir, məsləhət verməkdir. Sonra railway, rails, dəmir yolu deməkdir. Sonra take partinin sinonimlərini dedim. Participate in, bir də be involved in. Sonra juggle dedik, hoqqabazlıq eləmək. Sonra object, burada əşya deməkdir. Sonra burada başqa sizə nə dedik biz? Wear, geyinməkdir. Taxmaq mənası da var. Deməli, baxın, bura 3 dənə ifadə qeyd etmişəm. Wear-ın geyinmək mənasını bilirik. Geyinmək mənasında wear dress-nə sinonim ola bilər. Dress də geyinməkdir, wear də geyinməkdir. Eyni zamanda put on da deyə bilərik. Bu üçü getdi, uşaqlar. Üçü də geyinmək mənasını verdi. Eyni zamanda wear-ın başqa mənaları var. Məsəl üçün, wear sunglasses. Bunun mənası odur ki, gün eynəyini taxmaq. Sonra wear the beard, saqqal saxlamaq. Burada saxlamaq mənasındadır. Wear the mustache, bığ saxlamaq. Deməli, wear-ın taxmaq mənası oldu, bir də saxlamaq mənası oldu. Bunları əzbərləyirsiniz. Deməli, gəlin tapşırığa baxırıq. The friends were keen on going to the amusement park. Deyir ki, dostlar əyləncə parkına getməyi çox istəyirdilər. Keen on. Yenə ondan sonra feilimiz ing qəbul edib. Sonra baxırıq 1-ə. The brave man dive into the sea and save the child. Bayaq sizə demişdim ki, dive into ilə işlənir. Bax, elə bu intonu burada görən kimi avtomatik siz biləsiniz ki, bu dive intodur. Deyir, cəsur adam dənizə baş vurdu, dive into baş vurdu və uşağı save elədi, xilas etdi. Brave, cəsur deməkdir. If you can save yourself and other people. If you follow safety rules. Əgər sən təhlükəsizlik qaydalarına əməl eləsən, sən özünü və digər insanları xilas eləyə bilərsən. Follow safety rules. Sonra baxırıq bura. Üçüncüdə. He bought an expensive piece of jewelry for his mother. O deyir, anası üçün bahalı bir, deməli, zərgərlik məmulatı aldı. Zərgərlik əşyası aldı, belə deyə bilərik. 4-də baxırıq. A piece of jewelry, yadda saxlaya bilərik. Zərgərlik məmulatı, jewelry sayılmayan isimdir. We went for a ride on the roller coaster and enjoyed it a lot. İndi baxın, go for a ride, sürməyə getmək. Biz də roller coaster sürməyə getdik və ondan çox zövq aldıq. Visitors cannot feed the animals in the zoo. Zooparkda visitors bilirsiniz nədir? Ziyarətçilər. Ziyarətçilər heyvanları deməli yedizdirə bilməzlər. Sonra 6-ya baxırıq. When we entered the hall, a man with 5 balls juggled with 5 balls. Biz deyir otağa daxil olanda deməli kişi 5 dənə top ilə juggled, hoqqabazlıq edirdi. Bunu da keçmiş zamanda verməliyik. Çünki burada entered keçmiş zamandaydı. Sonra the weather is windy and the waves are big. Deyir hava küləklidir və dalğalar da böyükdür. Let's
go surfing. Gəl surf etməyə gedək. Burada da deməli götürürük go surfing. Ümumiyyətlə wave sözünü görürsünüzsə dalğa filan bilin ki, go surfingdir. Davam edirik. Burada yuxarıda bizim mətnimiz var da, həmin sözlər istifadə olunmuşdur. Mən birinci onları demədim ki, birinci sözlərlə tanış olaq. Baxın, burada yenə nə söz var? Keen on, həddindən sonra çox sevmək. Elə baxın, I am keen on reading real life stories. Mən deyir, həqiqi həyat hekayələrini oxumağı çox xoşlayıram. Yəni, arzuluyuram, istəyirəm, xoşuma gəlir, həvəsindəyim. I believe that they help me learn a lot things, which I can use in my everyday life. Mən deyir, düşünürəm ki, onlar mənə gündəlik həyatımda istifadə eləyə biləcəyim şeylərə haqqında öyrənməyə mənə kömək eləyəcək. Sonra, if nothing else, they help me improve my communication skills. Əgər deyir, nəsə eləməsə də deyir, onlar mənə nəyə kömək eləyəcək? Communication, ünsiyyət bacarıqlarımı improve eləməyə, inkişaf elətdirməyə kömək edəcək. Baxın uşaqlar, bunlar lüğətdə var idi. Deməli, communication skills nə oldu? Ünsiyyət bacarıqları. Improve, inkişaf elətdirmək. Develop sözündən sinonimdir. Bir də evolve, inkişaf elətdirməkdir. Sonra progress də inkişafdır, isim versiyasıdır. Baxırıq bura. Some girls love wearing jewelry. Bəzi qızlar zinət əşyalarını taxmağı sevir. Baxın, wear burada taxmaq mənasındadır. Love-dan sonra da feilimiz ing qəbul eləyibdir. But not me, ancaq mən yox. I just enjoy making it. Mən sadəcə onu hazırlamaqdan zövq alıram. Enjoy making. Feil ing qəbul edib enjoy-dadır. Deməli, love-da da, enjoy-da da, like-da feilimiz ing qəbul edə bilir. When I have some free time, I enjoy making necklaces and bracelets with beads. Mənim deyir, boş vaxtım olanda mən zövq alıram ki, muncuqlardan braceletlər, yəni qolbaqlar və necklace-də boyunbağlar make eləyəm, hazırlayım. Deməli, burada bizim yeni sözümüz nədir? Bead, muncuq sözü. Biz bunu lüğətdə öyrənmişik. Ən birinci söz olmalıdır. Bead, muncuq. Sometimes, bir də pearl mirvari. Bunu bilirsiniz. Sometimes I sell them and make some money. Bəzən mən onları satır və biraz pul toplayıram. Yəni, pul qazanıram. Make money, pul qazanmaq, pul toplamaq, pul əldə eləmək deyə bilərik. I had very bad reading skills and my doctor advised me to juggle. Mənim deyir, oxuma bacarıqlarım çox pisdir. Ona görə də həkimim mənə məsləhət verir ki, juggle eləyəm, hoqqabazlıq edəm, jinglyer hərəkətləri eləyəm. My neighbor is a clown in a circus and he agreed to teach it to me. Circus sirk deməkdir. Clown da klon deməkdir. Mənim qonşum deyir ki, sirkdə klondur və o razılaşdı ki, mənə onu öyrətsin. Teach öyrətmək. After a few months, bir neçə aydan sonra, my reading skills started getting better. Mənim oxuma bacarıqlarım getdikcə yaxşılaşmağa başladı. In fact əslində deməkdir. Əslində, in fact, bunu əzbərləyirsiniz. In fact, əslində, juggling helps to have better concentration and reaction time. Deyir ki, hoqqabazlıq etmək bizə kömək edir ki, yəni bu juggling, hoqqabazlıq, yəni janglyor hərəkətləri bizə kömək edir ki, bizim daha yaxşı konsentrasiyamız, diqqət cəmləməmiz və zamanında reaksiya verməmiz olsun. Yəni, bu diqqət cəmləməmiz və zamanında reaksiya verməmiz daha yaxşı olsun. So, I juggle when I have some free time. Ona görə də mənim biraz da olsa boş vaxtım olanda mən juggle edirəm. Yəni, bu jinglyer hərəkətləri edirəm. Free time-da bilirikdə, bayaq demişdim. Spare time, leisure time-dan sinonimdir. Baxırıq. Free time, boş vaxt. I don't have much to be honest. To be honest bilirsiniz nədir? Düzünü desək, məndə çox yoxdur. I don't have much. Məndə çox yoxdur, düzünü desək. Bunu belə tərcümə edirik. Yəni, düzünü desək, məndə çox yoxdur. Yəni, boş zaman yoxdur. Bu mənada deyir. To be honest, dürüst olsaq, düzünü desək. But when I have some, I go surfing. Amma nə vaxt ki, məndə biraz var, mən surf eləməyə gedirəm. I have a special surfboard and I love surfing on big waves. Mənim deyir, xüsusi bir surfboardum var və mən böyük dalğaların üzərində surf edirəm. İndi baxın, special burada xüsusi deməkdir. Special, xüsusi. I know one thing for sure. Mən deyir, əminliklə bir şey bilirəm ki, it is very important to follow safety rules. Təhlükəsizlik qaydalarına əməl etmək çox vacibdir. Deməli, important vacib deməkdir. Importantın sinonimləri çoxdur.
Deməli, xatırladıqlarımı yazdım. Significant, əhəmiyyətli vacib, major, əsas vacib, essential vacib, vital da vacib deməkdir. Important'ın sinonimləri ola bilər və çox düşür bunlar. Hətta biri də var, amma yadıma gəlmədi. I enjoy, bura keçirik. I enjoy diving into the sea and discovering the underwater world when I have some time. Mən deyir, biraz vaxtım olanda zövq alıram ki, dənizin dərinliklərinə başvuram və su altındakı world, dünyanı, underwater world, su altındakı dünyanı discover eləyəm, kəşf edim. Once, bir dəfə, I found a bottle with a letter inside. Mən deyir, içində letter nədir? Məktub olan bir dənə butulkanı found elədim, tapdım. Bu find'in keçmişidir burada. Find, tapmaq, keçmişdə olur found. Cümlə keçmişdədir. Inside içərisində deməkdir. Letter, məktub deməkdir. Bir mənasında hərf deməkdir. Bottle da butulka deməkdir. I was very excited. Mən çox həyəcanlıydım. Just imagine. Sadəcə təsəvvür elə. Imagine təsəvvür etmək deməkdir. Someone wrote that letter about a century ago. Deyir, kimsə yazmışdı ki, bu məktub bir əsr əvvəl haqqındadır. Baxırıq axırıncımıza. Sometimes I buy some biscuits and feed the pigeons in the park. Deyir, bəzən mən biraz biskvit alıram və parkda pigeon nədir? Buna biz dekar deyirik. Dekarları yedizdirirəm. Göyərçin də deyə bilərik. Əslində dav ağı göyərçindir. Pigeon da dekar deyirik. Göyərçin də deyirik də, yəqin ki. Amma əslində o dekardır məncə. Və biz özdə bunlara adətən vəhşi göyərçinlər deyirlər. Vəhşi göyərçinlər, pigeon. Parkda onları yedizdiririk. It's really relaxing and I enjoy it a lot. Bu deyir, həqiqətən rahatlaşdırıcıdır və mən bundan zövq alıram, çox zövq alıram. After I feed them, I met my friends and we take a roller coaster. Mən onları deyir, yedizdirəndən sonra dostlarımla görüşürəm və biz roller coasterimizi də roller coasterə minirik, belə deyək. Take a roller coaster, roller coasterə minmək. Roller coaster rides are really scary. Deməli, roller coaster atraksiyonları həqiqətən də qorxuducudur. Rides burada gəzintilər və yaxud da atraksiyonlar da deyə bilərik. Çox qorxuducudur, scary, qorxunçdur. It feels like you are on top of the world and the wind is pushing you. Deyirsən, elə hiss edirsən ki, dünyanın zirvəsindəsən, dünyanın başındasan və on the top of the world belə deyə bilərik. Buludlardasan və külək səni itələyir. Burada push itələməkdir. On the top of the world göyün 7-ci qatında olmaq da deyə bilərik əslində biz buna. Scary də qorxunc, qorxuducu deməkdir. Gəlirik bu hissəyə. Burada bir oxumayasıyam. Çox vaxt aparır. Sadəcə sözlərə baxağın. Görəyim burada hansı yeni sözlər var bizim üçün. Görək nə öyrənirik. Birinci baxıram nəyə burada. Study, bilirsiniz ki, oxumaq, təhsil almaqdır. Want, istəməkdir. Özündən sonra to alır həmişə. Sonra hunt, ovlamaqdır. Hunter da ovçudur. Wild animals, vəhşi heyvanlar deməkdir. Düşək aşağıya. Burada story, hekayə deməkdir. Stories, hekayələr. Circus, sirklər. Sonra together, birlikdə. Shows, verilişlər. Burada performers, bilirsiniz nədir? İfaçılar. Bir də bunun antonimi audience, tamaşaçılar. Audience, tamaşaçılardır. Antonimdir bunlar. Baxırıq bura. Close friend var. Baxın, burada yazıbdır. Close friends. Close friend, yaxın dostlar deməkdir. Would love to, istərdim deməkdir. Fly, uçmaq. Fly'ın isim ki mənası milçək deməkdir. Hide, hündürlük deməkdir. Sonra marine life, dəniz həyatı deməkdir. Lüğətimizdə var, 8-in lüğətində. Sonra professional photographer, professional fotoqraf deməkdir. Website, bilirik, website deməkdir. Unusual photos, qeyri-adi fotolar deməkdir. Bir də take photo burada ifadə. Bax, take some photos, unusual photos. Yəni qeyri-adi şəkillər çəkmək deməkdir. Take photo, şəkil çəkmək. Burada kinonu bilirik. Kinon bir şeyi həddindən çox istəmək. Frightened, qorxmuş. Connected with, əlaqəsi olmaq.
swim üzmək, atoll ümumiyyətlə, sonra join də qoşulmaq deməkdir. Bura baxırıq. Twin brothers. Twin nədir uşaqlar? Əkiz deməkdir. Twin. Bir də var triplet. Triplet üçəmdir. 3 dənə uşaq olanda üçü də əkiz, yəni üçü əkizdə. Buna üçəm deyirik də biz. Tripletdir. Amma twin 2 nəfər olanda əkiz deməkdir. Sonra baxırıq creative ideas, yaradıcı ideyalar. Sonra baxır interested in, maraqlanmaq. Famous də məşhur deməkdir. Fame sözünü yadınıza salıram. Fame şöhrət deməkdir. Famous-in sinonimləri popular, well known deyə bilərik. Deyəsən bir də noted var idi. Səhv eləmirəmsə bu sözdə olmalıdır. Sonra var celebrated. Bir də prominent. Bunlar məşhur mənasını verir. Worldwide də geniş yayılmışdır, yox. Bunlar məşhur deməkdir. Deməli, buradakı bəzi sözlərə baxağın yenə. Baxın, bead muncuqlar, make jewelry, yəni zinət əşyalarını hazırlamaq, sell satmaq, sonra take part-in iştirak etmək, bunu bilirik. Wildlife, vəhşi həyat, yəni buna bir də deyəsən, bir də canlı təbiət deyirik. Wildlife-a canlı təbiət də deyirik. Deməli, burada baxın, shark, akula deməkdir. Qeyd edeyim. Shark, akula, underwater, suyun altında. Discover, kəşf eləmək. Dive, suya baş vurmaq. Sonra don't worry, narahat olma. Boat, qayıq deməkdir uşaqlar. Sonra join the program, programa qoşulmaq. Sonra all the time, hər zaman. Sonra riding a motor, motor sürmək. Sonra sky, səmada, bunu bilirsiniz. The ground, torpaq yer həmişə z ilə işlənir. Actually, həqiqətən, əslində deməkdir. View, burada mənzərə deməkdir. Take a bus, avtobusa minməkdir. Sonra dangerous, təhlükəli. In danger də bayaq dedik, təhlükədə. Visitor, ziyarətçi deməkdir. Sonra lecture, leksiyadır. Lecturer'dir, bu leksiya deyən adam. Animal care, heyvanlara qayğı. Bax, burada deyir ki, 20-minute lecture on animal care, heyvanlara qayğı haqqında 20 dəqiqəlik leksiya olacaq. 10 burada haqqında barəsində mənasında istifadə olunub. Tiger, pələngdir, macəraçı deməkdir. Rope, kəndir deməkdir. Swing, yelənçək deməkdir. Slide, sürüşkən deməkdir. Sonra crocodile, timsah deməkdir. Adventure də macəra deməkdir. Burada bridge var. Bridge də körpü deməkdir. Uşaqlar, gəlin bu mətnləri oxuyağın. Çünki baxdım ki, çox qəşəng mətnlərdir. Deməli, Liz and Betty love animals a lot and they want to study animal science in the future. Deyir, Liz və Betty heyvanları çox sevirlər və onlar istəyirlər ki, gələcəkdə heyvan elmini oxusunlar. They want to go to a place where they can get close to wild animals and watch them hunt. Deyir, onlar istəyirlər ki, elə bir yerə getsinlər ki, orada məhşi heyvanlara yaxın olsunlar və onların ovlanmasını izləsinlər. Bob and Sandra want to do something exciting. Bob və Sandra istəyir ki, həyəcanlı bir şey etsinlər. They both love hearing stories about animals. Onların hər ikisi heyvanlar haqqında hekayələr eşitməyi sevirlər. But are scared of real animals. Amma həqiqi heyvanlardan qorxurlar. Scared of, qorxmaq. To be scared of, qorxmaq. To be afraid of-na sinonimdir. They also enjoy going to circuses and watching shows together. Onlar deyir, həmçinin xoşlayırlar ki, bir yerdə zövq alırlar, birlikdə deməli sirklərə getsinlər və şoulara baxsınlar. They would like to try what performers do in their shows. Onlar deyir, istəyərdilər ki, bu şou verilişlərdə performers, nə deyir ona? Performer, yəni ifaçıların etdikləri şeyi, yəni onlar da eləsinlər də, buna cəhd eləsinlər. Cəhd etmək istəyərdilər. Üçüncü, Simon and Tim are close friends and would love to fly somewhere together, but they are both afraid of heights. Simon və Tim çox yaxşı dostdurlar, close frienddirlər və onlar istəyərdilər ki, birlikdə harasa fly eləsinlər, uçsunlar. Ancaq hər ikisi afraid of heights, hündürlükdən afraid of eləyirlər. Nə deməkdir? Qorxurlar. Scared of-la, bayaq bunu demişdim, afraid of qorxmaq.
In their free time, deyir, boş vaxtlarında they both love watching documentaries about marine life. Boş vaxtlarında onların hər ikisi dəniz həyatıyla bağlı, marine life dəniz həyatıdır. Sənətli filmlərə baxmağı xoşlayırlar. Documentaries sənətli film deməkdir. Yadda saxlayırsınız. Simon is a professional photographer and would like to take some unusual photos and share them on his website. Simon deyir, professional fotoqrafdır və o istəyir ki, istərdi ki, bir neçə qeyri-adi fotoları çəksin və öz veb saytında onları paylaşsın. Veb sayt 10 veb sayt verir. Fikir verirsiniz, 10 söz önündən işlənir. Keçirik 4-ə. Kate and Jessica are keen on doing something connected with water sports, but they feel frightened because they can't swim at all. Kate və Jessica deyir, hədsiz su idmanları ilə bağlı əlaqəli olan şeylərdən zövq alırlar, kinon, istəklidirlər bunu etməyi. Amma onlar qorxurlar, çünki ümumiyyətlə üzməyi bilmirlər. Their friends want them to join necklaces and ring making courses, but this is something they would like to do at all. Deyir, onların dostları istəyir ki, onları deməli, üzük və boyunbağı düzəltmə kurslarına qoşulsunlar. Amma deyir, bu onların ümumiyyətlə sevdikləri bir şey deyil. 5-ci mətnə baxırıq. Matt and Alex are twin brothers. Matt and Alex ikiz qardaşdılar. They are professional swimmers. Onlar professional üzgüçülərdilər. Matt have some creative ideas about future schools and he is taking some creativity classes. Matt'in deyir, gələcək məktəblər haqqında bir neçə kreativ ideyaları var və o bir neçə yaradıcılıq creativity dərslərini götürür. Yəni bu dərslərdə məşğul olur. Alex is a football fan. Alex futbol azarkeşidir və is very much interested in lives of famous footballers. Və məşhur futbolçuların həyatından çox maraqlanır. Interested, maraqlanmaq, fan də azarkeş deməkdir burada. Fənin bir mənası da sərinkeş deməkdir. Biz ona vertilyator deyirik, yəni sərinkeş. Burada bir şeyə diqqətinizi çəkmək istəyirəm. Özüm indi fikir verdim. Safari Tower, safari turu deməkdir. Safari turu nədir? Yəni, bunu biz adətən bəlgəsəllər deyirik. Baxın, bu elə bir turdur ki, gedirsən vəhşi heyvanların həyatını araşdırırsan, öyrənirsən və yaxud da çəkirsən də ola bilər. Buna safari turlar deyirlər.